Qəlbin və əxlaqın sağlam qalmasının yolu Allahın gözəl adları və uca sifətləri ilə yaşamaqdır. Həyatında tətbiqdir. Bu adlardan uzaqlaşdıqda isə insanın qəlbinə vəsvəsə, şək, şübhə gələr. Ruh yorular. Ona görə dünyanın müsibətlərinə, həyatın çətinliklərinə və ya sıxıntılara qarşı bizə Allahın gözəl adlarını və sifətlərini tanımaq lazımdır. O zaman insan qəlbi rahat olur, Rəbbinə bağlanır, duada da həzz alır. Çünki bu bilik, Allahın adları, sifətlərini bilmək bəndəyə təsəlli verir, ruhuna rahatlıq gətirir və onu ayaqda saxlayır. Düşünün, Allahın mərhəmətini tanıdıqda başına gələn müsibət sənə ağır gəlməz. Başa düşürsən ki, itirdiklərin əslində gələcək sevincin səbəbi ola bilər. Ona görə də başına gələn bir işə ilişib qalma. Səni ötəb keçən bəlaların qorunduğuna bax ki, Allah nə qədər səni bəlalardan qoruyur. Bunu Allahın hikmətini də əlavə etdikdə anlayırsan ki, başına gələn hər şey onun mərhəməti, hikməti və elmi ilə olub. Bax, Allahın adlarını bilmək, sifətlərini bilmək görə insanın qəlbinə nə qədər rahatlıq gətirir.